doğrudan da dünya çox çətin vəziyyətdədir. Görürsünüz ki, necə ədalətsiz bir dünyada yaşayırıq. 5-10 dənə quldur dövlətin öz iradəsini bütün dünyaya yer etdiyi bir dünyada yaşayırıq. Günü-gündən bu batil düzən öz çirkin üzünü açıb aşkar göstərir. Ancaq gözünü yuman adamlar görmür artıq. Bu düzən bütün çirkabını üzə çıxardır və bizə müjdə veriblər ki, dünyanın sonuna bir gün qalsa belə Allah o gün o qədər uzadar ki, Peyğəmbərin sonumuzu övladı zuhur eləsin. Və bu bir real tarixi prosesin real sonluğudur. Mən bu barədə keçmişdə danışmışam. Bunun işartıları görsənir artıq vallahi. Prosesləri zahirən yox, biraz dərindən izləyəndə insan, biz burada siyasi mühazirə oxumuruq deyə ehtiyac bilmirəm bu məsələlərin dərinliyinə gedək. Amma elə göz qabağındadır ki, bir qədər batıl gözlə baxanda görsən ki, proseslərdə işıq verən, ümid verici çalarlar çoxdur, kifayət qədərdir və dünyada o zülmün inkişafı ilə yanaşı bir haqq əhlinin özünün də bir səfərbər olması və özünün gözəlliyini nümayiş etdirməsinin şahidiyik ki, inşallah bu sonuc ürəkaçan sonuc olacaq. Buna bizim heç bir şübhəmiz yoxdur.